Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Naxçıvanda ər-arvad dəm qazından ölüb. Xəbər verilir ki, hadisə Babək rayonu Hacıvar kəndində baş verib. Dəm qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Aslan Eyyubov və onun həyat yoldaşı 1998-ci il təvəllüdlü Samirə Eynullayeva dünyasını dəyişib. Qeyd edək ki, ad soyadları şərtlidir. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbr dilərik. Bakıda yanğın hadisəsi qeydə alınıb. Xəbər verilir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Məlhəm Hospitalda baş verib. Yanğınla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın nəzarətə alınıb.